Kəsimə başlamazdan əvvəl saçın təbii tağını müəyyənləşdirirəm. Saç hər zaman öz yolunu göstərir və mən onun bu təbii axışına uyğun forma qurmağa çalışıram. Sonra aşağı boynadı hissəsinə keçirəm. Bu zona çox həssasdır. Burada saçın dalğasını, yığılan bükülmələri və ağırlıq yaradan hissələri diqqətlə analiz edirəm. Bob kəsimində boyun xətti nə qədər təmiz olsa, qadının duruşu bir o qədər zərif görünür. Uzunluğu çənədən aşağıda saxlayıram ki, üst xətti daha incə, daha harmonik görsənsin. Daha sonra saçları yuyub klassik bölgü ilə ayırıram və kəsimi arxa hissədən başlayıram. Burada əvvəlcə dəqiq baza xəttini yaradıram. Sanki formanı tutan görünməz çərçivə kimi. Ardınca yüngül qradirovka verərək formaya yumşaqlıq və təbii bir hərəkət əlavə eləyirəm. Yan hissələrə keçməmişdən öncə onu bildirim ki, gicgah və qulaqaltı hissələr bob kəsiminin ən zərif nöqtələridir. Burada xəttin qırılmaması üçün hər millimetr diqqət izləyirəm. Qayçını saça yaxınlaşdırma tərzi belə nəticə təsir edir. Məqsəd xəttin təmiz, qadınsı və elegant görsənməsidir. Kəsim tamamlandıqdan sonra saçları qurutma mərhələsinə keçirik. İlk öncə diblərini, daha sonra isə uzunluğunu quruduruq ki, saçın həqiqi formasını ortaya çıxara bilək. Sonda isə ortaya saçın təbii quruluşuna, üzün həndəsəsinə və xanımın öz enerjisinə tam uyğun hazırlanan individual bir bob forması çıxır. Zərif, yüngül və hər gün rahatlıqla istifadə oluna bilən bir görüntü. Fikirləriniz maraqlıdır, buyurun şərhlərə.